Terapiya evində uşaqlarla seanslardan videolar paylaşanda, orada inkişaf etdirici oyuncaqları görən valideynlər bizə mesaj bölməsindən yazırlar ki, biz o oyuncaqları nə ilə əvəz edə bilərik? Nə ilə əvəz edə bilərsiniz? Evdəki bütün əşyalarla, yediyiniz qidalarla, meyvələrlə, tərəvəzlərlə də əvəzləyə bilərsiniz və daha effektiv olacağına sizə əmin edirəm. Çünki biz seanslarda da məhz bu üsullardan istifadə edirik. Nümunə olaraq indi sizə göstərəcəm. Baxın. Burada meyvələrimiz var və bir dənə də tərəvəz əlavə eləmişəm. Necə oyun oynaya bilərsiniz? Nümunə göstərirəm. Mənə yaşıl olan meyvəni ver. Mənə narıncı olan meyvəni ver. Sonra forma qavrayışı üzərinə ola bilər. Mənə ən yumru olan meyvəni ver. Bir oyunda oynaya bilərsiniz uşaqla, çeviklik oyunu. Mən indi meyvə adı deyəcəm. Adı çəkdiyimi birinci kim götürsə qalib odur. Banan, dad bilmə duyğusu üzərinə. Mənə turş olan meyvəni ver. Mənə şirin və sarı olan meyvəni ver. Bir şey unutmayın ki, inkişaf bizim öz əlimizdədir. Bəhanələri bir kənara qoymaq və ev şəraitində də evladının inkişafını mükəmməl şəkildə təmin etmək mümkündür və lazımdır.